Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. الأصل الثاني معرفة دين الإسلام بالأدلة، وهو الاستسلام لله بالتوحيد والانقياد له بالطاعة والبراءة من الشرك وأهله. İkinci əsas, İslam dinini dəlilləri ilə bilmək. İslam dini tövhidlə Allaha təslim olmaq, ona itayətlə boyun əymək, şirk və şirk əhlindən uzaq olmaqdır. وهو ثلاث مراتب: الإسلام والإيمان والإحسان. Onun üç mərtəbəsi vardır. İslam, iman və ihsan. وكل مرتبة لها أركان، فأركان الإسلام 5: شهادة أن لا إله إلا الله وأن محمد رسول الله وإقام الصلاة وإيتاء الزكاة وصوم رمضان وحج بيت الله الحرام. Və hər bir mərtəbənin dayaqları vardır. İslamın dayaqları 5-dir. La ilahə illallah və Muhammedən Rasulullah şəhadəti, namaz qılınması, zəkat verilməsi, Ramazan orucunun tutulması və Allahın toxunulmaz evinə həccə gedilməsi. دليل الشهادة قوله تعالى: شهد الله أنه لا إله إلا هو والملائكة وأولو العلم قائما بالقسط لا إله إلا هو العزيز الحكيم. Şəhadətə dəlil uca Allahın bu kəlamıdır. Allah, mələklər və elm sahibləri ondan başqa ibadətə haqqı olan heç bir ilahın olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan heç bir ilah yoxdur. O qüdrətlidir, hikmət sahibidir. ومعناها لا معبود بحق إلا الله، لا إله نافيا جميع ما يعبد من دون الله إلا الله، مثبتا العبادة لله وحده لا شريك له في عبادته، كما أنه ليس له شريك في ملكه. Onun mənası belədir. Tək Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Yaxud tək Allahdan başqa haqq məbud yoxdur. La ilahə hissəsi Allahdan başqa ibadət olunanların hamısını inkar edir. İllallah hissəsi isə ibadətin təkcə Allaha məxsus olduğunu təsdiq edir. Mülkündə heç bir şəriki olmadığı kimi, ibadətində də heç bir şəriki yoxdur. وتفسيرها الذي يوضحها قوله تعالى: وإذ قال إبراهيم لأبيه وقومه إنني براء مما تعبدون إلا الذي فطرني. وقوله تعالى: قل يا أهل الكتاب تعالوا إلى كلمة سواء بيننا وبينكم ألا نعبد إلا الله ولا نشرك به شيئا ولا يتخذ بعضنا بعضا أربابا من دون الله فإن تولوا فقولوا اشهدوا بأننا مسلمون. Onu açıqlayacaq təfsir uca Allahın bu kəlamıdır. Bir zaman İbrahim atasına və qövmünə demişdi: Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam. Yalnız məni yoxdan yaradandan başqa. Həmçinin uca Allahın bu kəlamı: De, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəliməyə tərəf gəlin. Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin, indi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. ودليل شهادة أن محمد رسول الله قوله تعالى: لقد جاءكم رسول من أنفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رؤوف رحيم. Muhammedən Rasulullah şəhadətinə dəlil uca Allahın bu kəlamıdır. Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhimlidir. ومعنى شهادة أن محمد رسول الله طاعته فيما أمر وتصديقه فيما أخبر
واجتناب ما عنه نهى وزجر وأن لا يعبد الله إلا بما شرع. Muhammed Allahın elçisidir. Şəhadətinin mənası onun verdiyi əmrlərə itaat etmək, xəbərlərini təsdiqləmək, qadağan etdiyindən və çəkindirdiyindən uzaq dayanmaq və Allaha yalnız Muhammedin şəriətinə əsasən ibadət etməkdir. ودليل الصلاة والزكاة وتفسير التوحيد قوله تعالى: وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين حنفاء ويقيموا الصلاة ويؤتوا الزكاة وذلك دين القيمة. Namaza, zəkata və tövhidin açıqlamasına dəlil uca Allahın bu kəlamıdır. Halbuki onlara dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur. ودليل الصيام قوله تعالى: يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. Oruca dəlil uca Allahın bu kəlamıdır. Ey iman gətirənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, müttəqi olasınız. ودليل الحج قوله تعالى: ولله على الناس حج البيت من استطاع إليه سبيلا ومن كفر فإن الله غني عن العالمين. Həccə dəlil uca Allahın bu kəlamıdır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, əlbəttə Allah aləmlərə möhtac deyildir. المرتبة الثانية الإيمان، وهو 70 شعبة، أعلاها قول لا إله إلا الله، وأدناها إماطة الأذى عن الطريق، والحياء شعبة من الإيمان. İkinci mərtəbə iman. O 70 və daha artıq şöbədən ibarətdir. Ən ucası la ilahe illallah, ən aşağısı isə əziyyət verən bir şeyi yoldan götürməkdir. Həya da imanın bir şöbəsidir. وأركانه 6: أن تؤمن بالله وملائكته وكتبه ورسله واليوم الآخر والقدر خيره وشره. İmanın 6 rüknü var. Allaha iman, onun mələklərinə, onun kitablarına, onun rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərrinə iman gətirmək. والدليل على هذه الأركان الستة قوله تعالى: ليس البر أن تولوا وجوهكم قبل المشرق والمغرب ولكن البر من آمن بالله واليوم الآخر والملائكة والكتاب والنبيين. Bu 6 dayağa dəlil uca Allahın bu kəlamıdır. Yaxşı əməl heç də üzünü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanandır. ودليل القدر قوله تعالى: إنا كل شيء خلقناه بقدر. Qədərə dəlil uca Allahın bu kəlamıdır. Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə yaratdıq. المرتبة الثالثة الإحسان، ركن واحد، وهو أن تعبد الله كأنك تراه فإن لم تكن تراه فإنه يراك. Üçüncü mərtəbə ihsan. Onun bir dayağı var. O, Allaha sanki onu görürmüş kimi ibadət etməyindir. Sən onu görməsən də, o səni görür. والدليل قوله تعالى: إن الله مع الذين اتقوا والذين هم محسنون. وقوله تعالى: وتوكل على العزيز الرحيم الذي يراك حين تقوم وتقلبك في الساجدين. Buna dəlil uca Allahın bu kəlamıdır. Həqiqətən Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir. Uca Allah buyurur: və yenilməz qüvvət sahibinə, mərhəmət sahibinə təvəkkül et. O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da. وقوله تعالى:
وما تكون في شأن وما تتلو منه من قرآن ولا تعملون من عمل إلا كنا عليكم شهودا إذ تفيضون فيه الآية. Uca Allah buyurur: Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman biz sizə şahid olarıq. والدليل من السنة حديث جبريل المشهور عن عمر رضي الله عنه أنه قال: بينما نحن عند رسول الله صلى الله عليه وسلم ذات يوم إذ طلع علينا رجل شديد بياض الثياب شديد سواد الشعر لا يرى عليه أثر السفر ولا يعرفه منا أحد حتى جلس إلى النبي صلى الله عليه وسلم فأسند ركبتيه إلى ركبتيه ووضع كفيه على فخذيه. Sünnədən dəlil, Cəbrailin hədisi adı ilə məşhurlaşmış Ömər İbn Əl-Xattabın rəvayətidir. O demişdir: Bir gün Allah elçisinin yanında oturmuşduq. Yanımıza ağappaq libaslı, zilqara saçlı, üst başında səfər əlamətləri olmayan və bizdən heç kimin tanımadığı bir kişi gəldi. O, Allah elçisinə yaxın oturdu. Sonra dizlərini onun dizlərinə söykədi. Ovucularını ayaqlarının üstünə qoydu. وقال يا محمد أخبرني عن الإسلام. فقال رسول الله صلى الله عليه وسلم: الإسلام أن تشهد أن لا إله إلا الله وأن محمد رسول الله وتقيم الصلاة وتؤتي الزكاة وتصوم رمضان وتحج البيت إن استطعت إليه سبيلا. قال صدقت. فعجبنا له يسأله ويصدقه. Və dedi: Ey Muhammed, mənə İslam haqqında xəbər ver. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: La ilahə illallah və Muhammedən Rasulullah. Şəhadətini verəsən, namaz qılasan, zəkat verəsən, Ramazan orucunu tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən. O dedi: Doğru söylədin. Biz ona təəccübləndik. Həm soruşur, həm də təsdiqləyirdi. قال فأخبرني عن الإيمان. قال أن تؤمن بالله وملائكته وكتبه ورسله واليوم الآخر وتؤمن بالقدر خيره وشره. قال صدقت. O dedi: Mənə iman haqqında xəbər ver. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: Allaha, onun mələklərinə, kitablarına, rəsullarına, axirət gününə, qədərin xeyrinə və şərrinə iman edəsən. O dedi: Düz dedin. قال فأخبرني عن الإحسان. قال أن تعبد الله كأنك تراه فإن لم تكن تراه فإنه يراك. O dedi: Mənə ihsan haqqında xəbər ver. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, belə dedi: Allaha elə ibadət edirsən ki, sanki onu görürsən. Sən onu görməsən də, o səni görür. قال فأخبرني عن الساعة. قال ما المسؤول عنها بأعلم من السائل. O dedi: Mənə o saat haqqında xəbər ver. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, dedi: Bu barədə soruşulan, soruşandan çox bilmir. قال فأخبرني عن أماراتها. قال أن تلد الأمة ربتها وأن ترى الحفاة العراة العالة رعاء الشاء يتطاولون في البنيان. O dedi: Mənə əlamətləri barədə xəbər ver. Allah elçisi, ona Allahın salavatı və salamı olsun, cavab verdi: Cariyənin öz xanımını doğması, ayağı yalın, çılpaq və kasıb qoyun otaran çobanların ev ucaltmaqda bir-biri ilə yarışa girmələrini görməyindir. قال ثم انطلق فلبثت مليا ثم قال لي: يا عمر أتدري من السائل؟ قلت الله ورسوله أعلم. قال فإنه جبريل أتاكم يعلمكم دينكم. Ömər, Allah ondan razı olsun, dedi. Sonra o getdi. Mən bir müddət gözlədim. Sonra Allah Rasulü mənə dedi: Ey Ömər, bilirsənmi sual verən kim idi? Mən dedim: Allah və Rasulü daha doğrusunu bilir. O dedi: Həqiqətən o Cəbrail idi. Gəlmişdi ki, sizə dininizi öyrətsin.